İctimai proseslər media müstəvisində mövzusunda ikinci forum keçirilir. Məqsəd medianın maarifləndirici funksiyasının və ictimai rəyin formalaşmasında rolun artırılması, həssas məlumatların cəmiyyətə müəyyən prinsiplərə uyğun şəkildə ötürülməsi, media, dövlət qurumları və digər tərəflər arasında koordinasiyanın təkmilləşdirilməsidir. Bildirilib ki, ictimai məzmunlu məsələlərin müzakirəsini hədəfləyən forumun dövlət media dialoqunu formalaşdıran səmərəli platforma kimi olduğu vurğulanıb. Tədbirdə ölkəmizə qarşı dezinformasiya siyasəti yürüdən dairələrin çirkin fəaliyyətinin ifşası istiqamətində Azərbaycan mediasının müstəsna rolundan danışılıb. Vətən müharibəsində ölkəmiz haqqında həqiqətləri dünyaya çatdırmaq üçün informasiya cəbhəsini əskər kimi çalışan jurnalistlərimiz hazırda böyük şərəf hissi ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunda aparılan geniş miqyaslı quruculuq işləri, böyük qayıdış prosesi barədə materiallar hazırlayır. Eyni zamanda informasiya mediumuzə kənar müdaxilələr vaxtında və layiqli cavab verərək dezinformasiya axınının zərərli təsirlərin azaldılmasında maarifçilik fəaliyyətini davam etdirir. Öz növbəsində son illərdə media və kommunikasiya fəaliyyətinin müasir formada təşkil edilməsinin nəticəsidir ki, ölkəmizə qarşı qarayaxma kampanyaları aparan tərəflərin həqiqi niyyətləri yerli mediada aktiv formada ifşa olunur, cəmiyyətdə negativ xəbər axınına qarşı dayanıqlı təbii müqavimət, informasiya immuniteti gücləndirilir.